Amerikaya yeni gələndə elədiyim səhvlər. İlk maşınımı satanda aldığım pul nəqd pul idi və evə gələndən sonra bilmişdim ki, $150 orada saxta pul var. Siz olun, əgər nəqd pulla alış-veriş eləyəcəksinizsə, yanınızda mütləq saxta pulu müəyyənləşdirən qələm olsun. Amerikaya yeni gələndə üstümüzdə vacib olan sənədlərdir, nigah şəhadətnaməsidir, uşağın doğum haqqında şəhadətnaməsini ingilis dilinə çevirməmişdik. Amerikaya yeni gələn kimi yox, üstündən 8 ay, 1 il keçəndən sonra sürücülük vəsiqəsi almağa qərar vermişdim. Amerikaya ilk dəfə gələndə Almanya hava yollarından bilet almışdıq, Frankfurt üzərindən Amerikaya gəlmişdik. Siz olun, digər hava yollarını araşdırın. Amerikaya yeni gələndən 1 il sonra kredit kartı açdırmışdım. Halbuki kredit tarixçəsinin daha tez formalaşması üçün daha tez kredit kartı açdırmaq lazımdır və yaxud da kreditə nəsə almaq lazımdır. Amerikaya yeni gələndə məktəbdən eləcə də digər vacib dövlət orqanlarından gələn e-mailləri ignore eləyirdim. Çünki bizdə o inkişaf etməyib. Buna görə də bir çox vacib informasiyanı qaçırtmışdım. Amerikada ilk dəfə işə düzələndə vergi kağızlarını diqqətlə oxumadan imzalamışdım, amma sən demə, məni orada subay kimi qeyd eləmişdilər və buna görə də məndən daha çox vergi tutulurdu. Halbuki sən evlisənsə, bir uşağın varsa, yəni nə qədər uşağın sayı çoxdursa, o qədər maaşından az vergi tutulur.